Aqil bəy, Ermənistanda bayraqlarımızın yandırılması sülh prosesinə zərbə deyildimi? Hər il 24 apreldə Ermənistanda Türkiyə və Azərbaycan bayraqlarının yandırılması artıq iyrənc bir ənənəyə çevrilib. Bu sadəcə bir aksiya deyil, illərlə qidalanan nifrətin və revanşist düşüncənin açıq nümayişidir. Amma bu il ilk dəfə fərqli bir hadisə baş verdi. İlk dəfə Ermənistanda bir siyasi lider, baş nazir Nikol Paşinyan bu addıma etiraz etdi və dedi ki, qonşu dövlətlərin bayraqlarını yandırmaq münasibətləri pozur və bu bir təxribatdır. Ermənistanda belə bir söz demək açıq desək siyasi intihar riski deməkdir. Bu dəyişiklik təsadüfi deyil, bu İlham Əliyevin qətiyyətinin və yaratdığı yeni reallığın nəticəsidir. Bir vaxtlar Cəbrailə yol çəkmək istəyən Paşinyan bugün öz xalqının münasibətləri korlamamağa çağırırsa, deməli o artıq bu reallığı qəbul edib. O reallıq ki, onu Azərbaycan yaratdı. O reallıq ki, onu İlham Əliyev qurdu. Bəli, Paşinyan yenə də öz cəmiyyətinə xoş gəlmək üçün bəzi şüarlar səsləndirəcək, lap gedib qondarma abidə önünə əkil qoyacaq. Amma o artıq bilir, bu regionda qaydaları dəyişən də, gündəmi müəyyən edən də Azərbaycandır. Bugün bayraq yandırılmasına etiraz edən bir Ermənistan rəhbəri varsa, bu Azərbaycanın dəmir yumruqla yaratdığı sülhün nəticəsidir. Və bu sülhün yaratdığı yeni reallıq dəyişdikcə həm Azərbaycan bayrağına, həm də Türk bayrağına münasibət də dəyişəcək.